Konusu bilməzdən bir neçə anlayışla tanış olmaq lazımdır. Deməli, burada alfa müstəvisi təsvir olunur. Alfa müstəvisi üzərində olmayan ixtiyari K nöqtəsi götürülür və alfa müstəvisi üzərində ixtiyari L xətti çəkilir. Burada əyri təsvir olunub. Deməli, K nöqtəsindən aydındır ki, L əyrisinə sonsuz sayda düz xətt çəkmək olar, yəni birləşdirmək olar. Və bu sonsuz düz xəttlərin hamısını çəkdikdə müəyyən bir səth əmələ gəlir. Və bu səth, yəqin ki, səth deyəndə nə dediyimi başa düşürsünüz. Və bu səth əmələ gəlir. Biz bu səthdə konik səth deyirik. Və bu yalnız alfa müstəvisindən yuxarıda olan hissə təsvir olunub. Aydındır ki, alfa müstəvisi fəzanı 2 yerə bölür. Bu xəttlərin uzantısı da var. Bunu tərsdən baxdıqda da eyni şeydir. Yəni bunlar axır-əvvəl gedib bir yerdə kəsişəcəklər. Yəni tərsdən baxanda da eyni sözlər deyilməlidir. Və bu K nöqtəsinin birləşdirdiyi ixtiyar K1, K2, K3 və bunların haqqında bərabərliyi haqqında, yəni heç bir məlumatımız yoxdur. Bunlara biz deyirik doğramlar, KK1, KK2 və s. L düz xəttinə isə istiqamət verici deyilir. Bu anlayışları bilmək lazımdır, konusu bilməkdən ötürü. Konus anlayışına gəldikdə yenə eyni şəkil. İxtiyari alfa müstəvisi üzərində L düz xətti götürürəm, ancaq ki, konus dedikdə bu L düz xətti üçün bir neçə şərt ödənməlidir. Birincisi, bu L düz xəttdən biz istiqamət verici dedik. İstiqamət verici, yəni həmin L düz xətti qabarıq və qapalı əyri olmalıdır. Bu nə deməkdir? Və L düz xəttimizi belə götürdük. Qapalı deyil. Qabarıq deyəndə də ki, məsələn, belə də götürə bilərdim. Bu isə qabarıq deyil. Yanımıza salaq, qabarıq olmaq üçün ixtiyari iki nöqtəsini götürəndə bunları birləşdirirdik və bu çölə çıxırdısa, artıq bu qabarıq olmayandır. Bizə qabarıq lazımdır. Tərifə görə belədir. Aha, tutaq ki, bu şərtləri ödəyən istiqamət vericini tapdıq. A nöqtəsini götürdük, birləşdirdik. Alınan konik səth dedik və bu yanlardan konik səth yəqin ki, başa düşürsünüz nə dediyimi. Oturacaqda isə bu birlikdə olmaqla həmin səth adlanır bizdə konus. Konusun tərifini bir daha deyək. İstiqamət vericisi qabarıq və qapalı əyri olan yanlardan konik səth və oturacaqdan L istiqamət vericisi ilə əhatə olunmuş oturacaq müstəvisi ilə birlikdə bu cismə biz dedik konus. İndi düz dairəvi konusnadır. Bu da aydındır ki, konusun bir növüdür və biz orta məktəbdə ən çox bundan danışırıq. Yenə tutaq ki, ixtiyari alfa müstəvisi götürdüm. Düz dairəvi konus üçün zəruri şərt oturacaqda bir dairə götürülür. Dairə. Bu istiqamət vericimiz bizdə L bilək ki, dairə olmalıdır. Və elə müstəvi üzərində olmayan A nöqtəsi götürülür ki, A nöqtəsindən müstəvi qədər olan məsafə gəlib düz bu çevrənin mərkəzinə düşsün. Aydındır ki, A nöqtəsi alfa müstəvisi üzərində deyil, A nöqtəsinə alfa müstəvisinə bir və yalnız bir perpendikulyar endirmək olar və həmin perpendikulyar əgər çevrənin mərkəzi olan O nöqtəsinə düşürsə, biz buna deyəcəyik düz dairəvi konus. Aydındır ki, bu fiqura yox, bunları belə birləşdiririk. Burada alınan fiqura dedik. Düz dairəvi konus və biz bu haqda danışacağıq orta məktəbdən çox. Və yaxud belə deyə bilərik bu tərifi necə? A nöqtəsi götürülür, yəni ixtiyari buna aid olmayan və A nöqtəsindən bu doğuranlar bərabər olarsa, yenə biz bunu deyə bilərdik. Bu hardan çıxır? Yenə əsl eyni şeydir. Buradan bir hündürlük endirsən. Bura radius. Baxın, buranın onsuz şərtdə bərabər olduğunu dedik. Burada radiusdursa bərabərdir. Nəticədə daha doğrusu bura radius çıxır da. Onda çevrənin daxilində elə bir nöqtə var ki, bütün nöqtələrə qədər məsafələr eynidir. Deməli, bu çevrənin mərkəzidir. Belə demək olar. Mənfici fikri yenə deyim. Biz şərtdə dedik ki, əslində birinci tərəfi dedim.
İkinci sərfdə dedim ki, tutaq ki, bunlar bərabərdir. Bütün A nöqtəsi elə götürülüb ki, bütün doğuranlar bərabərdir. Onda mən buradan bir hündürlük çəksəm və başlasam bunları birləşdirməyə. Yəni biz isbat eləməliyik ki, bu hündürlük çevrənin mərkəzinə düşür. Mən deyim ki, bura AC, burada olsun O. Aydındır ki, AC ilə burada olsun B. Şərtə görə bərabərdir. O da bunlarda ortaq tərəfdirsə, nəticədə Pifaqor teoreminə görə OC ilə OB bərabərdir. Həmçinin digərlərindən eyni şey deyirik və nəticədə bu O mərkəzi var, yəni çevrənin daxilində elə bir nöqtə götürülüb ki, bütün deməli çevrəyə qədər məsafələr bərabərsə, deməli bu çevrənin mərkəzidir. Nəysə. İndi fikrimizi düz dairəvi konusdan davam etdiririk. Düz dairəvi konusunun yan səthinin açılışı belə ümumiyyətcə biz bunu belə təsvir edirik bu şəkildə. Yan səthin açılışı da belədir. Burada bir bucaq var. Yan səthin açılış bucağı deyilir buna. Bunu açan zaman təsəvvür edilir. Burada bir baltina aşağısı kəsməyə, aşağısı bağda. Nəticədə bu el var idi bizə doğuran. Doğuranlar bərabər düz dairəvi konusdan söhbət gedir və etdik. Nəticədə biz bunu açanda bu oldu bizim LL radiusumuz. Çevrənin oturacağı var. 2 pi r daha sıçran uzunluğu. Gəldi da bizim qövsümüzün uzunluğu oldu. Nəticədə dairə diliminin sahəsini tapanda LL bu 2 pi r böl 2 yol əsasən pi r l bizim yan səthimizin sahəsidir. Yəni bizim yan səthin sahəsini tapmaq istədik. Tam səthi deyəndə də ki, burada bir r var. Tam da deyəndə ki, S-yan, yəni pi r üstüdə biz oturacaq, yəni pi r kvadratı. Təbii ki, burada problem yoxdur və istəyirsiniz alfa bucağınızı tapın. Qövsün uzunluğu üstündə idi. Qövsümüzün uzunluğu 2 pi r bərabərdir. Alfa bölü 360 vurur. 2 pi radiusumuz da l-dir. Maalesef 2 pi r getdi. Deməli, burada r bərabər alfa bölü 360 vurur l alına bilər.